Mən Vüsal Kəlbəcəri, bu mənim 4-cü çəkilişimdir. 3 dənə çəkilişimi mən xahiş eləmişdim. 3 dənə çəkilişimi bütün Kəlbəcərilərdən, bütün idarə, müəssisə rəhbərlərindən xahiş eləmişdim. Demək, hardayıq? Bu günlərim 2026-cı il 21 aprel tarixində, amma bu çəkilişi indi verməyəcəm. Əgər köməklik olmazsa 4 gün, 5 gün sonra verəcəm. Adınız, soyadınız? Yaqubov Lətif Sabiroğlu. Çox gözəl. Yaqubova Sevil Həkəm qızı. Çox gözəl. Biz hardayıq? Hansı qəsəbədir? 600'lük qəsəbədir, Gəncə 600'lük qəsəbə. Demək, hadisə bu yanğın, ev yanıbdır, hörmətli izləyicilərimiz. Tamamilə kül olubdur. Mən əvvəlki çəkilişlərimə baxmışsınız yəqin ki, tamamilə kül olubdur. Və kül olandan evin ailəsi özü danışacaqdır. Bir aydan çoxdur, bir ay demək olar ki, yarımdır ki, nə icra aparatı, nə icra aparatındakı işçilər bilmirlər ki, bu harda qalır. Qonşuda qalır, əmisigildə qalır, dayısigildə qalır, bibisigiildə qalır, bunu bilmirlər. Özünüz deyin mənim. Bəli, müəllim, Vüsal müəllim, çox sağ olun. Bu bizim bu çətinliyimizi işıqlandırdığınıza görə biz çox belə məyus bir vəziyyətə düşdük ki, evi yanmış bir 5 ailə vətəndaş, özümüz də Kəlbəcər sakini, bizə heç kim dəstək olmadı. Yəni fikirləşmədilər ki, bu ailənin evi yanıb. Biz bunları hardasa məskunlaşdırmalıyıq, hardasa. İndi qonşu sağ olsun, ev qohum əqrəbə. Hərəsinin evində bir gün, 2 gün, bir həftə qalırıq, sağ olsunlar. Amma mən bunu niyə qonşudan gözləməliyəm? Mən devlətimdən ummalıyam, devlətimdən gözləməliyəm. Kimə müraciət eləmişsiniz? Bütün rayon icra nümayəndəliyimizə müraciət eləmişik. Hər yerə İcra aparatında kimlərə müraciət icra aparatında yoldaşım getmiş. Kimə müraciət eləmişsən? Vallahi nə bilim, ikinci mavenində tanımıram. Eldəniz müəllimdir. Sonra Telefonla Bakıya Eldəniz müəllimə müraciət eləmişəm. buradakı Eldənizdən məndən müraciət olunubdur. Bakıdakı da Eldənizdən məndən müraciət. Neçə dəfələrlə müraciət eləmişəm. Ki minnət eləmişəm. Müraciətdən də artıq ki, biz çöldə qalmışıq. Ruy bayram gəlir, hamı evindədir. Biz gedək kimin rahat edirik. Bəli. Hörmətli izləyicilərimiz, biz həmin dövlətik ki, hörmətli tamaşaçılarımız, Zaqatalada zəlzələ olandı, sabahki günündə bütün texnikalar töküldü ora. Başa düşürük. İcra aparatından nümayəndələr, fövqəladadan nümayəndələr, tibbi məntəqədən, bələdiyyədən, hardansa nümayəndələr gələrdi bura. Biri soruşardı ki, sənin palatkan var qalmağa. Palatka deyilən bir şey verərdilər. Biri yardım stol verərdi, biri stul verərdi, biri nə verərdi ki, bu insan çöldə qalıbdı. Bir aydan yarımdır ki, bu insan bilinmir hardadılar. Və mən indi rəsmi qurumlara, icra aparatlara zəng edirəm. Təsəvvürə gətirin ki, ayın 19-undan bunlar çıxdılar bayrama. Rəsmi şəkildə bunlar 10 günü bayram eləməlidirlər. 10 günü bunlar şəkər bora, paxlava yeməlidirlər. Amma bu insanlar qalmalıdır hansısa çöllərdə, hansısa kiminsə evində. Və 10 gündən sonra işə qayıtmalıdırlar. İşə qayıdandan sonra bu insanlara kömək olunacaqdır. Onu da səbr edəcəm. İşə qayıdandan sonra inşallah o görə hansı dəstək olunur. Mən Vüsal Kəlbəcəri bu evə dəstək olunana qədər söz verirəm ki, saytlərdə, sosial şəbəkələrdə işlandıracam, adəti olan orqanlara çatdıracam. Lazım olsa televiziyalarda verəcəyik, lazım olsa Avropa Şurasına verəcəyik, lazım olsa hər yerə, amma bu ev tikilməlidir. Ya tikilməlidir, ya başqa ev verilməlidir. Bizim xahişimiz nədir, bizim ricamız nədir? Bizim xahişimiz və ricamız odur ki, bu insanlar evlə təmin olsunlar və o körpələr evlə təmin olsunlar. Təşəkkürlər. Sizin bəs xahişiniz, müraciətiniz? Bəli, mən də elə sizin sözünüzə dəstək. Bizim evimiz tikilsin, bərpa olunsun, evimizə yığılaq. Ya da başqa bir ev versinlər bizə, orada məskunlaşaq. İnşallah. Sizin başqa istəyiniz? Bizim də istəyimiz odur ki, evimiz tikilsin, uşağımın evimi içinə yığıb. İnşallah. Hələ yeganə birinci Kəlbəcəridir ki, Vüsal Kəlbəcəri gəlib biz müraciət eləmədən özü eşidib, oğlumun çəkdiyi TikTok verişindən gəlib bizi işıqlandırır. Çox sağ olun. Çox sağ olun. Minnətdaram, eşq olsun bizim həmyerlilərimizə. Mən inanıram ki, bu çəkilişdən sonra yenə Kəlbəcərlər dəstək olacaq. Təşəkkürlər, minnətdaram. Sağ olun.